Salam əziz tamaşaçılar. Bugün sizə ən maraqlı oyunlarından biri Hindistan şahmatçı Sangar Gupta'ya qarşı oyunumu göstərmək istəyirəm. Demək olar ki, yeganə oyunumdur ki, indi yadıma gələn, hansının ki, demək olar ki, hamısını kompüter kimi oynamışam və başlayaq. At F3, D5, J3, At C6, D4, Fil F5. Demək olar ki, qaralar burada London sistemi oynuyor və Fil C4. London sistemi ağlar oynayanda belə orada həmişə at B4, tamam, at B5 kimi gelişlər var. Tamam, London sistemi qayıtsa bu vəziyyətdə Londonda yox, bu Cobala London kimi adlanılır və burada at B5 gelişləri var. İndi isə bu vəziyyət, amma ağlarda bir temp çoxdur və burada mən C4 gelişini oynadım. Və rəqibim E6, Fil C2, at B4 oynadı. London sistemində temp yoxdur burada ağlarda. Ona görə burada at A3 oynamalıdır. Burada isə ağlar qala qurma oynayır və qala qurmadan sonra çox maraqlı bir vəziyyət baş verir. At C2 və C5, at E1'den sonra ağlar topu verir. 8. gelişte, 7. gelişte ağlar topsuz kalır. Y4, Fil Y4, D6. Tamam, burada Fil B1 vursa Y F7, Şah F7, at Y5, Şah Y8 ve bir neçə gelişlerden sonra ağlar burada tamamıyla galip gelir. Vezir A4, C6, Fil vurur C6, B C6, Vezir C6, Şah Y7 ve burada çok güzel bir 4 geliş şamat var. Siz pauza basın ve burada özür kendini ve burada at C6, karşı top Y1, Fil Y4, top fil Y4, Şah F7, Vezir Y6 mat. Ona göre atı vurabilmirlər. B6, at C3, Fil F3, Vezir F3, at F6. Vezir Y2, Fil Y7. Bura kadar düzün desem mənim hazırlığım bitmişti. Çünkü Vezir Y2'den sonra Vezir Y2'ye kadar mən bilirdim. Vezir Y2'den sonra mən bilmirdim. Ve Fil Y7'den sonra Fil B7, top B8, Fil C6, Şah F7. Və çox maraqlı bir vəziyyətə biz gəldik. Çünki bu vəziyyətdə ağların topu yoxdur. Amma tam mən Fil F4 gelişindən sonra bu atı ala bilirəm. Amma Fil F4'dan sonra düzün desəm top B6 geliş xoşuma gəlmədi. Və ona görə mən riski davam elədim. D5. D5'dən sonra çox maraqlı vəziyyət oldu taxtada. Çünki indi qaralar ancaq yeganə gelişlərlə müdafiə olmalı. Y5, at D5 və tam at D5 alsalar buradan Vezir H5 şah, J6, Fil vurur D5, Şah Y8, Vezir F3, Vezir F7 istəyir. Top F8 oynayandan sonra isə Fil C6, Vezir D7 oynamalıdır və burada ağların üstünlüğü çok büyük. Ona göre Vezir D6, top Y1 ve çok maraqlı bir hadisə baş verdi bu ilin yanvar ayında, 2026 yanvar ayında. Bu oyun bir dəfə də təkrarlandı. Hindistan'da bir yarışta ki Hindistanlı şahmatçı bir 2500, bir 2400, Chessbase India'da da bu oyun var. Ve maraqlı oldu ki mənim rəqibim də Hindistanlıydı, o bu gelişi tapmadı. Ben istəyərdim ki siz de burada pauzaya basıp ve qaralarla en güçlü gelişi tapmaq. Çünkü bu çok çətindir. Ama o iki Hindistanlı oyunda yanvar ayında gelişi tapdılar. Yeganə geliş burada Fil F8. Çok çətin gelişti. Çünkü bu Fil F8 gelişi niye çətin? Çünkü şahmatda dala getmək gedişləri biraz
çətindir. Fil F8. Fil F8 çox çətin və şahmatda yenə dedim ki, dala getmək gedirsə həmişə çətin olur və fil F8 gedişini rəqim oynamadı və mən düzün desəm oyun vaxtı bunu hesablayırdım və burada nə görmüşdüm? At F6, vəzir vurur C6, at D7. Çox maraqlı geçti at D tutalım. Mən indi at topu da vurmaq istəyirəm, at E5 də oynamaq istəyirəm. Tamam, fil D6 oynasa vəzir E6 mat var. Ona görə burada qaralar vəzir D7 vurmalıdır. Vəzir C4. İndi şah C6 oynasaz, top E6-dan sonra yenə ağlar mat qoyur. Çünki burada xod yoxdur. Şah F7 və top B6-dan sonra ağlar qalib gəlir. Ona görə qara yeganə gediş şah F6-dır. Fil C5. Şah C5, top Y5. Yenə şah C6 yeganə gediş, çünki şah F6-ya getsə vəzir F4 və belə bir mat var. Ona görə şah C5, top Y5, şah C6, top Y6, şah F7, top B6. Soruşa bilərsiniz ki, nə dəyişdi? Nə dəyişdiysə C1-dəki fil yoxdur. C1-dəki fil yoxdur və ona görə bu heç şeylə bitir oyun. O Hindistanlılar isə İkisi də bunu bilirdilər. Çünki mən inanmıram ki, o bir saatdan çox vaxt çəkdi onların, amma tapdılar, amma bilirdilər bunu. Və bu oyun heç şeylə başa çatdı. Mənim rəqibim isə burada vəzir C6 vurdu. Vəzir C6 kobud səhv idi. Niyə? Çünki vəzir 7 şah 8-dən sonra yenə də pauzaya basa bilərsiniz. Burada ağlarla necə oynamaq lazımdır? Ağlarla isə burada çox gözəl bir fil H6 geçişini oynamaq lazımdır. Fil H6-dan sonra ağların vəziyyəti tamamilə uduş vəziyyəti olur. Baxmayaraq ki, top yoxdur taxtada. J vura bilmirlər, çünki at F6 var. Və ona görə at E8. Burada mənim rəqibim at E8 olmaz, çünki fil C7 var. Yenə də at C7, at F6. Və baxmayaraq ki, material burada böyüdür. Top 2 at, amma vəziyyət, şahın vəziyyəti çox pisdir və ağlar burada qalib gəldi. Mənim rəqibim at H5 oynadı. Və at H5-dən sonra fikirləşirdi ki, fil C7 indi olmur. Çünki fil C7 indi bu vəzir D5 vura bilər. Amma burada çox gözəl bir vəzir Y4 gedişini oynadım. Vəzir H6 və vəzir C4. Ağların topu və atı yoxdur. Amma demək olar ki, bu top oynamır. Bu at oynamır. Və burada qaraların vəziyyəti demək olar ki, ucuzmuş bir vəziyyətdir. Vəzir D6, at C7, şah F8, at E6, şah E7, at C5, şah D7, vəzir F7 şah. Və top E6-dan sonra baxmayaraq ki, yenə də 2 top, 1 top, 2 top və at var. Amma qaraların vəziyyəti çox pisdir, çünki şah mərkəzdədir və piyadaları da yoxdur və bir neçə gedişdən sonra demək olar ki, rəqibim düzün desəm mübarizə apardı burada, amma buna ehtiyacı yox idi. Burada vəzir Y5 gedişdən sonra təslim oldu. Bu mənim Sangal Gupta ilə çox maraqlı və çox gözəl bir oyunum idi, hansını ki sizə bugün göstərmək istəyirəm.